may blok imtahanında istifadə olunmuş 23-cü suala baxaq. Verilmiş cümlə ilə bağlı yanlış fikirləri müəyyən edin. Yeni gələn adam həyətə daxil olub, darvazanın böyük qapılarını taybatay açdı. Sintaktik təhlil eləyək, çünki cümlə üzvləri istəyir. Açdı kim? Adam. Hansı ki adam? Yeni gələn adam. Nəyi açdı? Darvazanın böyük qapılarını. Nə tərzdə açdı? Taybatay. Necə açdı? Nə tərzdə açdı? Həyətə daxil olub. Həyətə daxil olaraq. Fe'li bağlama tərkibidir, zərflik. Bütün ikinci dərəcəli cümlə üzvləri iştirak etmişdir. Təyin var, tamamlıq var, zərflik var. Doğrudur. Yanlış fikir istədiyi üçün bir getdi. Diqqətli olun. Zərfliklərin ifadə vasitəsi eynidir. Xeyr, biri söz birləşməsi ilə ifadə olunur, biri sözlə ifadə olunur. Bu yanlışdır, ikini götürəcəm. Fe'li birləşmələrin hər biri müxtəlif cümlə üzvlərinin ifadə vasitəsidir. Fe'li birləşmənin biri sifətdir, biri zərflikdir. Bu da doğru fikirdir. Getdi. Qrammatik əsası təşkil edən cümlə üzvləri, yəni mübtəda və xəbər, nitq hissəsi ilə ifadə olunmuşdur. Bəli, açdı, adam, bəli. Bu da doğrudur. Nitq hissəsi ilə ifadə olunmuş ikinci dərəcəli cümlə üzvü yoxdur. Niyə yoxdur ki? Taybatay. Zərflik nitq hissəsi ilə ifadə olunur. Doğrudur. Yəni yanlış istədiyini götürürüm. Həm söz birləşməsi, həm də nitq hissəsi ilə ifadə olunmuş təyin işlənmişdir. Təyin bir dənədir. O da söz birləşməsinə ifadə olunur. Cavabın olacaq 2, 5, 6.